Axşamın xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 3 otaqlı ev, şəxsi özləri üçün tikilmiş ev satışa çıxarıldı 72 min manata. 72 min manatdan hələ yenə indirim eləyəcəklər. Torpağının çıxarışı ilə satılır. Qaz, su, işıq, sayğacları var. Aydın məsələdir, çünki yaşayış evidir. Kanalizasiyasidəki mərkəzidir. Yəni birbaşa xəttə qoşulmuş kanalizasiyadır. Yerləşdiyi ərazidə Saray qəsəbəsində burada Oba market var. Əvvəl Vətən market idi. 522 nömrəli marşrut var, Sumqayıt marşrut. Düz onun dayanacağının yanıdır demək olar. Yoldan da olar bir 400-450 metr məsafəsi. 3 sotun içərisində 3 otaqda, amma böyük evdir. Hal-hazırda koridordan başlamışam. Zəhmət olmasa yaxınlaşın. Kombi, xuna mebeli, radiator, 2 kondisioner qalacaq evin içində. Şkaf qalacaq. Mən bunları bir-bir göstərəcəm. Koridordan girən kimi sol tərəfdə qonaq otağıdır. Bir dənə zəhmət olmasa bu qonaq otağının böyüklüyünə baxın. Görün nə boydadır. Bax görürsünüz. Hazır yaşayışa tam hazır bir evdir. 72 bin manatdan da narahat olmayın. Qiymətində endirim olunacaq. Bax bu kondisioneri göstərin. Bu kondisioner qalacaq evin içərisində. Sonra nə qalacaqsa siz mənə deyin, mən onları bir-bir deyim. Bu da qalacaq. Bu da qalacaq evin içərisində. Sonra bu qonaq otağıdır. Sonra yaxınlaşaq yataq otağını göstərək. Bax burada yataq otağı var. Yataq otağının böyüklüyünə fikir verin, kvadratına. Görün nə boydadır, bax. Bu kondisioneri göstərin. Bu kondisioner də qalacaq evin içərisində. 2 kondisioner qalacaq evin içərisində. Kombi, radiator, xuna mebeli, hər şey hazırdır. Bu bir yataq otağıdır. Qonaq otağını göstərdim, bu da yataq otağıdır. Sonra bir yataq otağı da buradadır. Ümumilikdə 3 otaqlı evdə 72 min manatadır. Burada da bir yataq otağı var. Bu hələ nisbətən biraz indiki o balaca otaqdır, amma bu da yenə də özlüyündə böyük otaqdır. Tam təmirlidir, təzə evdir. Gəlib özünüz görəcəksiniz. Çox yaşayış olmayıb evdə, ona görə təzə evdir. Mətbəxinə baxaq. Bax gör nə qəşəng mətbəxi var. Böyük səliqəli mətbəxdir. Mətbəx mebeli zat bunlar hamısı evin içərisində qalacaq. Seksiya radiatorlardır, bax ot kimidir, kombisidir, təzə kombidir. Dəmir rəşotkalarına qədər qurulub. Həyətində də bir xeyli meyvə ağacları var. İndi mən işıqları yandırmışıq, nə imkan var sizə göstərəcəm. Qalanlarına gəlib burada özü canlı baxarsınız. Bu da sanitar qovşağıdır. Bu da sanitar qovşağı. Baxın. Hazır vəziyyətdədir. Yəni qurulub hazır vəziyyətdədir. Deməli, indi buradan yavaş-yavaş düz saxlayın telefon zəhmət olmasa. Bir dənə yaxınlaşaq. Gəlin bura. Buradan da krişiyə çıxmaq üçün yeridir. Bu şkaf qalacaq, aparacaqsınız. Aparacaqsınız onu, hə. Amma o şkaf qalacaq, oradakı şkaf qalacaq. 2 kondisioner, kuxna mebeli, kombi, radiator hamısı evin içərisində qalacaq. İndi gəlin bura. Evimizin pləkanı 5-6 daş kürsülüdür. Bir dənə bura tutun zəhmət olmasa. 6 daş kürsülüdür pləkan. Bax, pləkan belədir. Bax, evin içərisindən qalxır. İndi bir dənə mənə göstərin. Bax, burada həyətidir. Maşınla buradan girdiniz. Bax, belə bir bağı var. Bağı bir dənə gəlin buradan göstərək. İndi axşam vaxtı tam göstərə bilmirəm. Bax, belə bir bağı var. Əraziyə bir dənə baxın. Qoy, mən bir dənə buradan göstərim. Bax, bütün meyvə ağaclardır, görürsünüz. Bax, belə bütün meyvə ağaclardır burası. Burada evimizdir. Bax, evimizdir belə. İndi nə imkan var göstərirəm. Dəmir raşotkalarına qədər qurulub hazırdır. Bax, görürsünüz, raşotkalarına qədər qurulub. Burada da padvalı var. Evimizin padvalı var. Evimizin bu böyründən də bax, ara məsafəsi var. Bax, belə. Arxasında da ara məsafəsi var. Pilləkanda bax, belədir, görürsünüz. Evin içərisindən qalxır. Ümumilikdə demək olar 1, 2, 3, 4, bir daşda tam et. 5 daş kürsülüdür. 72 min manatdan da mütləq ev sahibi endirim eləyəcək. Mütləq gəlin bu evə baxın. Sağ olun.